Film Modern Family'dir. Burada da qeyd etdim. Bir çox yerdə baxa bilərsiniz. Saytlar əvvəl burada qeyd etmişdim, hansı saytlardan baxa bilərsiniz. Buna dair ayrıca bir video çəkmişdim ki, hansı saytlardan baxa bilərsiniz. Yaxşı olar ki, filmə alt yazı ilə baxasınız. Çünki birdən-birə alt yazısız baxmaq çox da asan da olmur. Nə qədər film A2, B1 səviyyə üçün nəzərdə tutulduğu deyilsə də, içində elə cümlələr, elə qarışıq cümlələr var ki, hansı ki B2 səviyyəsində izah olunan qaydalardır. B2 səviyyəsində olan bəzi sözlər var. Düzdür, sözlərin əksəriyyəti asandır, amma içində slanglar, nə bilim, söz birləşmələri, phrasal verblər çoxdur. Ona görə A2 səviyyəsində əgər düzgün şəkildə öyrənməmisinizsə, A2 səviyyəsindələr üçün biraz çətin ola bilər. Əgər dil öyrəndikdə ancaq söz öyrənmisiniz, heç bir söz birləşməsi öyrənməmisinizsə, bu film sizin üçün çox çətin olacaq. O səbəbdən yaxşı olar ki, birinci A2 səviyyəsi üçün söz birləşmələri öyrənəsiniz. Phrasal verblər kimi və söz birləşməsi olmasa belə phrasal verblər öyrənsəz, nisbətən film daha rahat olar. Amma yenə də biraz çətinliyi olacaq, dediyim kimi içindəki slanglara görə.